Aşdamalıdır. Dəndən. Qəti əzilməyib. İyisi də bütün evi götürüb. Nə vaxtdan idi özbək düyüsü adlanan bu sədri düyünü axtarırdım, axırı tapa bildim. Kiloqramla satılır və marketlərdə olunmur. Çərəz yerlərində rast gələ bilərsiniz. Çox ətirli və ləzzətli düyüdür. Və qaynatdıqda da çox qaynatmaq olmaz, tez əzilir və qazmağı üçün isə lavaşdan istifadə etdim. Tavanı yağlayıb, lavaşı tavaya düzüb, üzərinə qaynatdığım bu ləzzətli sədri düyüsünü əlavə etdim. Hər qatına da bol kərəyağı əlavə edirəm. Ümumiyyətlə, mən həmişə qeyd edirəm, aşa ləzzət verən yağdır. Sonda isə üzərinə sarı kök əlavə edib dəmə qoydum. Üzərinə də kənd çolpazı hazırladım. İlk öncə biraz qaynatdım, sonra isə kərə yağında yaxşı qızartdım. Soğanları da uzunsov şəkildə doğrayıb ayrı qızardıram. Soğanlar rəngini dəyişdikdən sonra çolpanın üzərinə əlavə edib bir yerdə 1-2 dəqiqə yenidən qızardıram. Üzərinə zövqə görə duz, istiot və sarı kök əlavə edib yaxşı qaçdırdıqdan sonra servis edirəm. Ümumiyyətlə bizdə aşın üzərində qara, belə deyək, bu şəkildə sevilir. Yəni başqa şəkildə hazırladıqda uşaqlar yemir. Sadə və çox ləzzətli bir plov alında sizlər də bu düyüdən alıb dadına baxın.